Fidanla olan bir həyatdakı Şamil var. Bir də daha Fidanın olmadığı bir həyat var. Sənin üçün bu həyatda nə dəyişdi? Nəyə başa düşdün? Kör komağını götürür gedir, gözü açılan kimi birinci komağı tullur. Yəni? Yəni mən inan bu həyatda, yəni bu 2025'te o kadar zərbə oldu da, çox istədiyim insanlardan gözləmədiyin bir şeyler baş verdi də və bu günləri mənə kiməsə güvənmək çox çətindir. Əvvəl hamıya güvənirdim və xarakter olarak çox dəyişildim. Daha təmkinli oldum, daha belə deyək də, həmən o Hamıdan hər şey gözlədin. pozitiv Şamildən pozitivlik qalmadı. Mən çox pozitiv idim. Mən həyata çox pozitiv idim. Mən məsələn gedirdim xaricə, yəni oradakı insanlarla elə tanış olurdum. O ünsiyyət qururdum, pozitiv idim, oynayanıydım, atlananım. Elimizdən məsələn dünən toydaydım, yaxın qohumumuzda toydu. Yəni mən orada heç oynaya bilmirdim. O pozitivlik qalmayıb. Qırılmısan. Çox şeydən, həyatdan çox şeydən qırıldım.